Elnur müəllimlə də söz götürək. Bugün həqiqətən müəllimlərin bu ocaqda olmağı bizim üçün də çox sevindirici haldır ki, biz sizlərlə də söz götürmək bizi də sevindirər. Buyur. Çox sağ ol İslam müəllim. Sənə ki, təşəkkür edirəm ki, belə şeyləri gəlib işıqlandırırsan, edirsən. Biz alimi dəstəmişəm mən özümdə. Alim çox sakit, çox səmimi, çox qədər gözəl xasiyyətə malik biri idi. Biz bugünkü gündə tək bura gəlməklə yox, məktəbin özündə də daimi həmin şəhidlərimiz haqqında tədbirlər keçiririk, uşaqlarımızı öyrədirik, nümunə göstəririk və həmin tədbirlərdə həmişə deyirəm ki, şəhidlər ölmür. Çünki şəhidlər ölmür, niyə görə? Çünki şəhidləri yaşadan kimdir? Bizük. Məsələn, bir dənə alim əgər aramızda cismani cəhətdən yoxdursa, mənəvi cəhətdən yüzlərlə alim var burada. Yəni ki, hər birimiz alimin əvəz edirik burada. Var olasın. Bizim də borcumuz həmən şəhidlərimizi yaşatmaqdır, yad eləməkdir. Onun doğum günü olsun, ondan sonra şəhid olduğu gün olsun, ya ümumiyyətlə bütün günlərdə həmən onu yad eləmək, uşaqlara örnək gətirmək, uşaqlara nümunə göstərmək və həmən şəhidlərimizin, torpaqlarımızın, ərazi bütövlüyümüzün uğrunda göstərdiyi igidliyi barədə danışmaq, söhbət açmaq, gələcək nəsillərə bunları ötürmək. Biz də əlimizdən gəldiyi qədər bunu edirik. Çox sağ ol. Allah bir daha şəhidimizə rəhmət eləsin. Allah onun valideynlərinə səbr versin. Amin. Təşəkkür edirəm. Gənclərimiz də bizim istəyirik ki, həmişə şəhidlərimizi unutmasın. Bax, burada gənclərimizdən əli də iştirak eləyir. İstərdik ki, Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərindən səbr versin, qazilərimizə sağ-can, ehtiramlarımıza da Allah qorusun. Bütün hərəkət nəticələri Allah qorusun. çox sağ ol, təşəkkür. Bu günləri torpaqların 80%-ni qoruyub saxlayan, silahın olmayan dövründə sinələrin qarşıya verib təki vətən sağ olsun deyə. Əlbəttə o günlər, o anlar çox belə deyək də, çətin anlar olub. Həqiqətən o anlarda bax, ekran qarşısında gördüyünüz bizim qardaşımız, böyük qardaşımız olaraq torpaqların 80%-ni qoruyub saxlayan igidlər olub. Müəllim, istərdim ki, bu günləri, bax, bu şəhidimizin ocağında sizdən birinci Qarabağ müharibəsinin cəsarətli döyüşçüsü kimi bir işgəlmə işlək. Buyur. Birinci növbədə Sadıqa çox sağ ol deyirəm. Valla mən bütün o sizin o çəkdiyiniz atları izləyirəm. 20-ci ildən siz yəni bu işlərdə yəni fədakarlıqla çalışırsınız. Çox da minnətdarım. Borcumdur. Və şəhid atasına Allah can sağlığı, səbir diləyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Biz o vaxtı valla o döyüşəndə həmişə biz o erməni torpağını, o bizim torpaqlar ermənilər o işğal altına qalanda biz həmişə can atırdıq ki, yəni o torpaqları təmizləyək, o torpaqları alaq. Nəsə müəyyən səbəblərdən hələ məsələn o vaxtı prezidentimiz yəni icazə vermirdilər. Amma bizim o başladığımız o anları, yəni bizim şagirdlərimiz, bizim qardaşlarımız, yəni o Gənc nəsil. O gənc nəsil hədəfi açdı, yəni o hədəfi adladı. Allah şəhidlərimizə rəhmət eləsin. Valla çox çətin məsələn günlər idi. Biz də o vaxtı ordunun hələ tam mütəşəkkil yetişmədiyi vaxtlar idi. Biz də çox çalışırdıq. Müəyyən yerlər vardı, onları da alırdıq. Amma müəyyən şeylərdən yenə bizi qaytarırdılar belə. Amma gənclərimiz və ordumuzun və bu cür kütələşməyi, ordumuzun və bu cür olmağı, yəni bizim bu torpaqlar işğal altından təmizləndi və biz indi rahat nəfəs alırıq. O şəhidlərin hesabına, qazilərimizin hesabına, qazilərimizə can sağlığı, şəhidlərimizə Allah rəhmət eləsin. Sağ olun. Çox sağ ol. Bax, burada bizim qəhrəman atamız əyləşir. O qəhrəman atadır ki, 2020-ci ilə baxmayaraq zaman keçsə də, elə bir atalar, bax bu cür gördüyünüz atalar, elə 2020-ci il 6 il, 10 il, 50 il də keçsə yenə də onlar üçün yeni bir ildir. Çünki övladlarının xatirələri otağa girəndə, həmin anlar yadına düşəndə, bax bu atalar ürəkdən çəkir. Analar isə göz yaşı axıdır, ancaq atalar ürəkdən çəkir deyərlər. Bu gün o atalardan biri Mirzə kişidir və bu günləri Mirzə əmi, qarşında baş əyirəm deyirəm. Bu gün torpaqların azadlığı sizin kimi atalara borcluyuq. Övladlarınız torpaq altında olmağına baxmayaraq biz torpaq üzərində
Borcumuzdur sizlərin qapısını açaq və şəhidlərimizi ziyarət edəcək. Bir ata kimi, qəhrəman atası kimi gələn müəllimlərə belə deyək, öz dilindən eşidək. Buyur. Mən öz minnətdarlığımı bildirirəm sizə. Sağ olun. Hər vaxt gəlib yad edin. Səbirli ol ata. Var olasan, qarşında baş əyirik. Allah istər var. Əlbəttə, Biləsuvar qəhrəmanlar diyardır. Biləsuvar mübarizlərlə, şəhid və qazi veteranlarınla, igidlərinlə, xeyirxah insanlarınla tanınır. Biləsuvar o Biləsuvardır ki, biri əsgəri Azərbaycana, bütün dünyaya tanıtdı. Əlbəttə, biz Biləsuvarımızla, nəinki Biləsuvarımızla, Azərbaycanımızla fəxr edirik. Allah şəhidlərimizi rəhmət eləsin. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib, gecəni səhərə qədər sızıltı ilə açıb, təki vətən sağ olsun deyən Fariz qardaşımız, Cəfər qardaşımız. Onların simasında bütün qazilərimizin qarşısında baş əyirik, Allah şəfa versin deyirik. Veteranlarımız var. Qazilərimizi, şəhidlərimizi çıxartdı. Allah can sağlığı versin. Bu gün əsgərindən zabitinə kimi üçrəyli bayraq altında evdə rahat oturmağımıza onlara borcluyuq. İsti soyuq bilmədən səngərdə üçrəyli bayraq altında bizləri qoruyurlar. Allah ordumuzu qorusun, Allah şəhidlərimizi rəhmət və bir daha alim qardaşımızın mövludu mübarək olsun. Var olasınız, gələn ayaqlarınız var olsun. Həmişə sizə.